Hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bugün 7-ci sinifin 6-cı mövzusu olan, deməli, quraşdırma elementləri olan məmulatların spesifikasiyası mövzusunun izahına baxırıq. Bu mövzudan deməli, miqə suallar düşmüşdü. İndi buna baxırıq. Deməli, quraşdırma nədir? Quraşdırma hesablamaları yerinə tikməklə planlaşdırmaq, qurmaq, tikmək deməkdir. Cihazlar, maşınlar, geyim, mebel, uşaq oyuncaqları, diş fırçaları, sanitar texniki avadanlıqlar, yəni bu saydığımız məmulatlar quraşdırma prosesinin nəticəsidir. Maşındır, geyimdir, mebeldir, biz onları quraşdıraraq, deməli, məmulat əldə etmiş oluruq. Quraşdırma nə oldu? Planlaşdırmaq, qurmaq, tikmək, yəni bir yaradıcı proses oldu. Quraşdırma hər hansı bir məmulatın, qurğunun, əşyanın hazırlanmasına yönəldilmiş yaradıcı prosesdir. Bizim quraşdırma yerinə yetirməyimiz üçün təbii ki, yaradıcılıq qabiliyyətimiz olmalıdır. Konstruksiyaların yaradılması üzərində çoxsaylı mütəxəssislərdən ibarət qruplar çalışır ki, bunlar da yeni kəşflərin həyata keçirilməsi üçün tək və ya kollektiv ixtiraçı əməyin məhsulu sayılır yeni texnikalar. Hazırlanma prosesində istənilən məmulat müəyyən mərhələlərdən keçir. Bu, konstruktorun beynində yaranan ilkin ideya, sonraki mərhələlərdə isə sözlə təsvir olunur. Rəsmə, sxemə, çertyoja, deməli, çevrilir. Konstruktor demişdik ki, kim idi? Konstruktor quruluşçu idi, yaradıcı şəxs idi. Konstruksiya etməklə məşğul oldu. Yəni, məmulatın hazırlanmasının ən vacib başlanğıc mərhələsini yerinə yetirilirdi. Yəni, konstruksiya edirdi. Kim edirdi? Konstruktor. Konstruksiya latın dilindən tərcümədə quruluş demək idi. Quruluşçu da konstruktor adlanırdı. Baxın, burada konstruktor sənədləri qeyd olunub. Deməli, konstruksiya nə idi? Quruluş demək idi. Birinci, deməli, konstruktor xəyali təsəvvür edirdi həmin o məmulatı. Daha sonra onun eskizin, texniki rəsmin, çertyojun işləyib hazırlayırdı. Burada da deməli, o qeyd olunubdur ki, texniki rəsm, çertyoj və s. ilə təsvir edilmiş olur. Məmulat haqqında tam məlumat daşıyan bütün mətn, təsvir sənədləri konstruktor sənədləri adlanır. Bəzən testlərdə görürük, məmulatın gələcəyi haqqında tam məlumat daşıyır. Mətn və təsvir sənədləri. Deməli, mətn, təsvir, yəni qrafiki sənədlər, konstruktor sənədləri adlandırılır. Quraşdırma sənədləri məmulatın işlənməsi, onun hazırlanması, nəzarət və istismarı üçün lazım olan məlumat bazasıdır. Nə? Quraşdırma sənədləri. Quraşdırma sənədlərində biz məmulatı necə istifadə edəcəyik, necə hazırlayacağıq, ona necə nəzarət edəcəyik haqqında deməli məlumatlar olur. Bu 2023-cü ilin, 2024-cü ilin miq sualıdır. Quraşdırma sənədlərinə nələr aiddir? Quraşdırma sənədlərinə detalın çertyoju, quraşdırma çertyoju, spesifikasiya ilə birlikdə ümumi görünüş çertyoju, təlimatlar və sxemlər aiddir. Quraşdırma sənədlərinə nə aid oldu? Detalın çertyoju, quraşdırma çertyoju, spesifikasiya ilə birlikdə ümumi görünüş çertyoju, təlimatlar və sxemlər. Burada quş yuvasının quraşdırma çertyoju spesifikasiyası göstərilmişdir. İndi onlara baxırıq. Dedik ki, quraşdırma sənədlərində nə var? Quraşdırma çertyoju aiddir ona. Bəs quraşdırma çertyoju nədir? Quraşdırma çertyoju onun təsvirini, hazırlanması üçün lazım olan ölçüləri və digər məlumatları özündə əks etdirən sənəd adlanır. Təsviri, yəni görüntüsü və onun üçün hazırlanması üçün lazım olan alətlər, ölçülər, məmulatları özündə əks etdirilir. Deməli, məmulat bir neçə detalın birləşməsindən ibarət olduqda onun quraşdırma çertyoju işlənib hazırlanır. Biz hər hansı bir məmulatı quraşdırmaq üçün əlbəttə ki, o bir neçə detaldan ibarət olmalıdır ki, biz onu quraşdıraq. Məsələn, adi olsun, tutaq ki, misal olaraq çəkirəm, puzzle'lar olsun. Puzzle bir detaldan ibarət olsa biz onu quraşdıra bilərikmi? Təbii ki, xeyr. Bir neçə detaldan ibarət olmalıdır. Biz də onu birləşdirməliyik ki, quraşdırma çertyojumuz, deməli, quraşdırma çertyojuna nəzarən birləşdirməliyik.
Daha sonra baxırıq quraşdırma çertyojunda məmulatın detallarının bir-biri ilə birləşdirmə. Yenə birləşdirmə. Birləşdirmə, quraşdırma. Birləşdir, quraşdır sözünü yadda saxlayırıq. Birləşdirmə üsulu və ardıcıllığı göstərilir. Bir məmulatı quraşdırmaq üçün birləşdirdiyimiz zaman onu ardıcıllıqla birləşdirməliyik təbii ki. Məsələn, stolu sökdün, ardıcıllıqla onu yerinə taxmalısan, üst qapağını yerləşdirməlisən, şurupunu, voltunu, qaykasını bağlamalısan, künclüyünü taxmalısan ardıcıl şəkildə. Onların yerlərini dəyişik şəkildə yerinə yetirsək, təbii ki, məmulatımız da düzgün şəkildə quraşdırılmamış olacaq. Məmulata daxil olan bütün detallar spesifikasiyada sadalanır. Spesifikasiyada demişdik nə qeyd olunur? Deməli, detalın adı, sayı, materialı və əlavə qeydlər deməli qeyd olunurdu. Ümumi görünüş çertyoju isə məmulatın quruluşunu əks etdirir. Onun əsas tərkib hissələrinin qarşılıqlı əlaqəsini və məmulatın iş prinsipini izah edir. Görünüş nədir? Ümumi görünüş. Biz baxanda onun quruluşunu görmüş oluruq. Deməli, yadda saxlayırıq. Buranı deməli təmizləyim. Aha. Ümumi görünüş çertyoju quruluşunu əks etdirirdi. Quruluş, qur, gör. Yadda saxlayırıq. Qur, gör sözləri ilə. Aha, bu da getdi. Aha, gör. Quruluş görünüşüdür. Ümumi görünüş çertyoju məmulatın quruluşunu əks etdirdi, onların qarşılıqlı əlaqəsini və iş prinsipini. Çertyoja deməli spesifikasiyada əlavə edilməlidir, yəni ümumi görünüş çertyojuna. Təlimatlar nədir? Demişdik ki, quraşdırma sənədlərinə təlimatlar və sxemlər aiddir. Təlimat deməli təlimatın tərkibinə məmulatın hazırlanması, yığılması, tənzimlənməsi, ona nəzarətə dair göstərişlər. Təlimat nədir? Təlimat göstərişdir. Göstəriş. Sanki biri sizə göstəriş verir ki, get mənim təlimatımı yerinə yetir. Neynə? Hazırla, yığ, tənzimlə, nəzarət elə kimi göstərişlər verir. Deməli, təlimatın tərkibinə bunlar daxildir. Daha sonra baxırıq nəyə? Şərti işarələr şəklində olan sxemlər. Bu da daxildir. Deməli, quraşdırma sənədlərinin içinə təlimatlar və sxemlər. Və şərti işarələr şəklində olan sxem nədir? Məmulatın tərkib hissələrini və onların qarşılıqlı əlaqəsini göstərir. Tərkibinə nələr daxildirsə, deməli, onlar şərti işarələr şəklində qeyd olunur. Baxın, burada nümunə göstərilən yerə baxa bilərik. Baxın, burada quş yuvasının deməli şərti işarələr, sxemlər, baxın, burada göstərilib. Burada da təlimatlar verilib ki, yəni ardıcıllıqla hansı formada yerinə yetirmək lazımdır. İndi baxırıq nəyə? Deməli, bunu düzgün yerləşdirim. Quraşdırma praktikasında təsvirin ilkin forması olan texniki rəsm böyük əhəmiyyət kəsb edir. Texniki rəsm nə oldu? İlkin forma oldu. Layihə deməli yaratmağa başlayanda dizayner və ya mühəndis ilk növbədə texniki rəsm çəkməyə başlayır. Nədən başladı? Birinci texniki rəsmindən başladı. Texniki rəsm çertyoja nisbətən daha əyanidir və daha tez yerinə yetirilir. Texniki rəsm ölçmə və rəsm alətləri ilə istifadə etmədən göz və əllə yerinə yetirilmiş rəsmdir. Bu alətlərdən istifadə etmirik. Yəni, ölçü alətlərimizdən istifadə olunmur. Əyanidir, asan başa gəlir, təsvirin ilkin formasıdır. Nə? Texniki rəsm. Bütün məmulat və pəstahlar müəyyən texnoloji proseslərin yerinə yetirilməsi nəticəsində hasil olunur. Pəstah nədir? Sonradan emal yolu ilə hazır məmulat almaq üçün nəzərdə tutulan yarım məhsuldur. Pəstahı 5-ci sinifdə də keçmişdik. Hazırlanacaq detal üçün seçilmiş müəyyən ölçülü materialdır pəstah. Miqyasla hazırlanan detal da pəstah adlanır. Bunlar pəstahın tərifləridir. Daha sonra dedik ki, texnoloji proseslərdən keçir pəstahlarımızın əldə olunmasını, onları texnoloji proseslərdən keçirməliyik. Texnoloji proses istehsal prosesinin bir hissəsi olub, əmək əşyasının dəyişdirilməsi, onun vəziyyətinin müəyyənləşdirilməsi üçün yerinə yetirdiyimiz məqsədyönlü fəaliyyətdir. Biz hər hansı bir proses icra eləyiriksə, təbii ki, onu məqsədyönlü eləyirikdir. Deməli, hər hansı bir proses yerinə yetiririksə, deməli, bizim əşyamızın üzərində bir dəyişiklik olacaq. Baxın, əmək əşyasının dəyişdirilməsi. Biz onu dəyişirik ki, proses yerinə yetiririk də. Texnoloji prosesin 5-ci sinifdə fərqli tərifi var idi ki, pəstahın ilkin halından
Hazır məmulat əldə edilənə qədər onun üzərində görülən işlərin nizamlı ardıcıllığıdır. Biz bir iş görürüksə, deməli orada dəyişdirilmə prosesi olacaq, yaradıcı proses olacaq və biz bunu məqsədyönlü şəkildə həyata keçiririk. Əmək əşyasının dəyişdirilməsi deyil, əmək əşyasına da pəstahlar nəzərdə tutulur. Texnoloji əməliyyat nədir? Texnoloji əməliyyat eyni iş yerində bir və ya bir neçə fəhlənin, bir və ya bir neçə emal olunan və yığılan məmulat üzərində fasiləsiz yerinə yetirdiyi texnoloji prosesin bir hissəsidir. Texnoloji əməliyyat, texnoloji prosesin bir hissəsi sayılır. Eyni iş yerində, məsəl üçün, tutaq ki, həkimdir, iş yerində nə edir? Bir həkim olmur ki, sadəcə bir və ya bir neçə olur, əməliyyat yerinə yetirməyə çalışır. Baxın, əməliyyat yerinə yetirərkən isə onu fasiləsiz yerinə yetirir. Qələmi dəyişə bilməliyik. Fasiləsiz şəkildə, bu niyə pozur? Fasiləsiz şəkildə əməliyyat yerinə yetirir və deməli, hər hansı bir yığılan məmulat əldə edilmiş olur. Texnoloji əməliyyat müəyyən texnoloji keçidlərdən ibarətdir. Texnoloji keçid nədir bəs? Texnoloji keçid eyni texnoloji təchizat vasitələri ilə yerinə yetirilən texnoloji əməliyyatın başa çatmış hissəsidir. Artıq əməliyyatı bitirdik, artıq başa çatdı, bitdi, texnoloji keçidimiz oldu. Artıq keçdik, getdik, əməliyyat keçdi, getdi, başa çatdı. Məmulatın quraşdırılma sənədlərindən başqa bayaqdan saydığımız, danışdığımız oldu nə? Quraşdırma sənədləri. İndi artıq keçirik nəyə? Texnoloji sənədlərə. Texnoloji sənədlərimiz nədir? Qrafik və mətn sənədləridir. Bu sənədlər məmulatın hazırlanma texnologiyasını təyin edir. Bəs texnoloji sənədlərə nələr daxildir? İndi onlara baxaq. Texnoloji sənədlərə, texnoloji xəritə, marşrut xəritəsi və əməliyyat xəritəsi aid edilir. Baxın, burada qeyd olunubdur. Texnoloji xəritə nədir? Texnoloji xəritə, texnoloji əməliyyatlar göstərilməklə detalların tam hazırlanma prosesini əks etdirir. Deməli, tam hazırlanma, başqa sözlə desək, bütün emal prosesini özündə əks etdirir. Yəni, burada həm material, həm avadanlıq, həm məmulatlar, həm deməli, tərkib hissələri, nə varsa, bütün hamısı texnoloji xəritənin içində qeyd olunur. Texnoloji xəritə, deməli, ətraflı məlumat verəndir. Ətraflı. Texnoloji xəritədə dedik ki, ətraflı məlumat var. Marşrut xəritəsi isə iş sənədlərinin. İş sözünü yadda saxlayırıq marşrutda. Texnolojidə nə yadda saxladıq? Tam hazırlanma prosesi bütün hər şeyi özündə cəmləşdirir, ətraflı məlumat verir. Marşrutda isə iş sənədlərinin tərtibinin bütün mərhələsində istifadə edilir marşrut xəritəsi. Marşrut, məsəl üçün, belə yadda saxlaya bilərik ki, işə marşrutla gedirik və bir icra ardıcıllığı ilə gedirik. Yəni, necə gedirik? Ardıcıllıqla gedirik. Marşrutun öz ardıcıllığı var. Yəni, oradan-buradan getmir ki, hər marşrutun öz yol ardıcıllığı var. Bu şəkildə yadda saxlaya bilərik. Marşrut xəritəsində isə təchizatların, avadanlığın, materialların göstərilməsi ilə müəyyən ardıcıllıqla hazırlanması prosesidir, özündə cəmləşir. Əməliyyat xəritəsində isə sadəcə keçidlərin, qurğuların, tətbiq edilən alətlərin siyahısı nəzərdə tutulur. Əməliyyat xəritəsi bu cümlədən ibarətdir. Keçid, qurğu və tətbiq edilən alətlərin siyahısı. Və məmulatın hazırlanmasında çox sayda mütəxəssis iştirak edir. Bayaq da deməli, dərsimizin başlığında dedik, konstruktorlar çertyoj işləyir, konstruktor, texnoloq, məmulatın detallarının emalı texnologiyasını və yığılmasını işləyir. Texnoloqun içində texnoloq sözü var ilə yığılma texnologiyasını işləyir. Texnoloq texnologiyanın yığılmasını işləyir. Fəhlələr də təbii ki, nə edə bilər? Detalları hazırlayırlar və məmulatları yığırlar. Nəzarətçilər də onların çertyoja uyğun olub-olmadıqlarını yoxlayırlar. Bütün mütəxəssislər tərəfindən başa düşülməsi və oxunması üçün çertyoj ümumi qəbul edilmiş qaydalar üzrə düzgün tərtib edilməlidir. Bu mövzumuz bu qədər.